Hoş gördük əziz Türk qızlarım, Türk analarım, Türk nənələrim, e, Cənubi Azərbaycanda yaşayan soydaşlarımız, əziz qardaşlarımız, bacılarımız. Yəni bugünkü mövzumuz fimoz haqqındadır. Fimoz sünnət dərisi deməli penisin başından geri çevrilə bilmirsə, bu fimoz adlanır. Fimoz yəni patoloji da ola bilər, fizioloji da ola bilər. Patoloji o halda olur ki, elə doğuşdan demək ki, o dəlik biraz çox kiçikdir və o dərini çevirmək mümkün deyil. Patoloji hallarda isə infeksiya və yaxud da travmatik zədələnmə müxtəlif səbəblərdən, deməli, iltihabdan və s. ola bilər. Bu zaman deməli sünnət dərisi deməli penisin başından həm geri çevrilə bilmir, həm də orada qızartı, şişkinlik də ola bilir. Demək fimozun əlamətləri penisin başında şişkinlik olur, uşaq sidik buraxarkən dəri şar kimi şişir, qızartı, pis qoxu, yanma, tez-tez sidik ifrazı və s. hallar müşahidə olunur. Demək, patoloji fimozda mütləq həkimə müraciət etmək lazımdır. Fizioloji fimoz isə demək, əgər patologiya törətmirsə, yəni qızartı, şişkinlik, diskomfort hallar törətmirsə, 0-3 yaş arasında çox vaxt öz-özünə keçib gedir. Amma deməli, bir çox dünya xalqlarında, millətlərdə demək, fimozdan qurtuluş yolu sünnət kimi istifadə olunur. Sünnətin çox böyük faydaları mövcuddur və ona görə də sünnətdən istifadə etmək demək, çox böyük avantajlar deməli önə qoyur. Demək, fimoz sünnətin faydaları nə kimi faydaları var? Birincisi, sünnət olmuş uşaqların böyük əksəriyyətində demək olar ki, fimoz rast gəlinmir. İltihab riski azalmış olur. Fimoz olmuş uşaqların əksəriyyətində sidik infeksiyalardan rast gəlmə tezliyi və riski çox aşağı olur. Pis qoxu olmur və uşağın gigiyenası, cinsiyyət orqanının gigiyenası asanlaşmış olur. Cinsi yolla keçən infeksiyaların riski azalır. Sonra böyük şəxslərdə penisin xərçəngi riski azalmış olur və s. Çoxlu sayda, yəni sünnətin çoxlu sayda avantajları var, yəni plusları var, müsbət cəhətləri var. Ona görə də deməli sünnətin olunması dünyada bir çox hallarda deməli bu məcburi bir qaydada edilir. Bunun avantajları nəzərə alınaraq təbii ki, hansı dinlərdə və millətlərdə sünnət olunması vərdişi qalıb və hal-hazırda da istifadə olunur. Birinci növbədə müsəlmanların deməli 100%-də olan uşaqlarında demək sünnət əməliyyatı aparılır. Yahudilərdə hətta sünnət əməliyyatının 8-ci günə qədər olunması vacib sayılır, mütləq sayılır. Bəzi Afrika xalqlarında, Nigeriya, Kenya, Uganda və s. Efiopiya kimi Afrika xalqlarında da sünnət əməliyyatından istifadə olunur. Demək, valideynlər soruşurlar ki, doktor, sünnət əməliyyatı hansı yaşlarda olunsa yaxşıdır? Yəni, hansı mövsümdə, hansı yaşlarda? Sünnət əməliyyatı üçün heç bir mövsüm göstərişi yoxdur. Hər mövsümdə oluna bilər. Birincisi onu qeyd edim. İkincisi isə sünnət əməliyyatı deməli olunması çox yaxşı olar ki, kiçik yaşlardan olsun. Yahudilər məsələn 8-ci günə qədər sünnət əməliyyatını elətdirib sonlandırırlar. Müsəlmanlarda isə elə Türk xalqlarının əksəriyyətində də onların da demək 99% müsəlmanlardır. Onlarda isə müəyyən yaşdan sonra bu demək ayini toy şəklində icra edərək demək yerinə yetirirlər və bunun isə çox böyük minusları vardır. Birincisi demək ki, uşaq kiçik yaşlarda olarkən istənilən halda bu ağrılı bir əməliyyatdır, yəni az da olsa ağrı olur.
və uşağın sinir sisteminə qorxu reaksiyası kimi psixoloji nöqteyi nəzərdən təsir edir. Ona görə də mən öz xəstələrimə, məni dinləyənlərə məsləhət görərdim ki, uşaqlarda sünnəti demək maksimum 40-ı çıxana qədər, yəni 40 günlüyünə qədər, bir aylığına qədər elətdirmiş olsalar çox yaxşı olar və bunun həm o fimoz riskini böyük dərəcədə azaltmış olarlar bununla, həm də ki, demək, onun dediyim kimi çox böyük avantajları vardır. Sünnət olunmuş uşaqlarda, yəni bu sünnətin o dediyim patoloji halları rast gəlinmir. Eləcə də böyüklərə aid bir kənara çıxma eləyirəm. Yəni pediatriyadan kənara çıxma olsa da mən bir 15 il ailə həkimi kimi işləmişəm və bu nöqteyi nəzərdən də onu da vurğulamaq istəyirəm. Demək, sünnət olunmuş uşaqlarda kişi cinsiyyət orqanlarının gələcəkdə demək ki, onkoloji xəstəliklərinə rast gəlmə tezliyi çox aşağıdır. Sonra sünnət olunmuş şəxslərlə evlənən qadınlarda isə bunu mən xüsusilə qeyd etmək istəyirəm və bu mənim deməli fikrim deyil. Bu statistik bir bilgidir. Bütün dünyada inkişaf eləmiş bir çox ölkələrdə və onkoloji problemlərin yayıldığı ölkələrdə aparılan təcrübi nəticələrin deməli qeydidir. Demək ki, sünnət olunan millətlərdə, evliliklərdə, qadınlarda qadın cinsiyyət orqanlarının demək xərçəngi xəstəlikləri və bir sıra başqa xərçəngönü xəstəliklərinin olma riski də azalmış olur. Yəni ümumiyyətlə sünnətin demək bir anlamı da vaciblik deməli mənasını verir. Yəni bu vacibdir, mütləqdir və bunun ancaq yəni avantajları var. Əlbəttə göstəriş olaraq olunarsa və bütün tibbin qayda qanunlarına riayət olunarsa müsbət nəticələr verər. Valideynləri bir daha deməli diqqətli olmağa dəvət edirəm. Yəni uşaqlarınızı böyük yaşlara qədər saxlayıb sünnət elətdirməyin. Bir aya qədər sünnətinizi elətdirsəz, bunun gələcəkdə heç bir deməli pis nəticəsi olmayacaq. Təşəkkür edirəm diqqətinizə görə. Sağ olun mənim əziz qızlarım.